Bu ümumiyyətlə eyvanından aşağı əlinə keçən hər nə varsa onu tullayan adamlara deyirəm ki, unutmayın ki, səhər tezdən saat 5-də və yaxud da ki 6-da oranı kiminsə anası təmizləyir, oranı kiminsə həyat yoldaşı təmizləyir. Təmizlikçi xanımlar var səhər tezdəndən, onlar gəlirlər, hava işıqlaşmamış, ala qaranlıqda gəlib oranı təmizləyirlər. İnanın, bazar günü o qədər salafan o torbalar var. Həyətdə uçur o başa bu başa. Deyirəm, ay Allah, insanlara niyə bunu anlatmaq lazımdır ki, yaşadığın həyəti niyə zibilləyirsən? Sən zibilvin salafanını niyə eyvandan çölə tulluyursan da? Bu ümumiyyətlə nə məntiqdir? Bu nə həyat tərzidir bu bəzi insanlar yaşayırlar? Niyə belə eləyirlər? Niyə biz başqasının əməyinə hörmət qoymuruq? Səhər saat 5-də sizlərdən kimisə oyatsan ki, dur get işə, deyəcək, yuxun şirin vaxtında işə getmək vaxtıdır səhər saat 5-də. Amma o xanımlar soyuqda da o küçələrdədirlər, istidə də o küçələrdədirlər. Hansı ki biz 35-40 dərəcə isti olanda evimizdə otururuq, kondisioneri də yandırırıq ki, ay Allah, çölə çıxsam bişəcəm. Amma onlar o istidə o küçələri təmizləyirlər.